Bir çox oğullarımız torpaqlarımızın ərazi bütövlüyü, Qarabağımızın azadlığı uğrunda canlarından keçərək adlarını tarixə qızıl hərflərlə yazdılar. Belə qəhrəman oğullarımızdan biri də xüsusi təyinatlı qüvvələrin giziri Nəzər Əzizovdur. Nəzər Ağacəliloğlu Əzizov 1991-ci il avqust ayının 28-də Kürdəmir rayonu Dəyirmanlı kəndində anadan olmuşdu. Deyirlər dünyada nədir şirin? Hələ bir şeyə yozur. Şirin o şeydir ki, canından, ürəyindən, həyatından ən gözəl həyat odur ki, sənin balon dünyaya gəlir. Ən şirin şey baladır. Baladan şirin şey. Mənə elə gəlir həyatda heç nə ola bilməz. Bax. Bu oğula bax. Həqiqi baxanda üzündən nur tökülür. Elə bil ki, əsl şirinlik elə onun özündədir. Bax, körpələri arxasında durub maşında. Onun da şirindir balaları özünə. Məktəbdə yaxşı da oxuyurdu, əlaçı idi, aktiv idi. Məktəbə hazırlığa getdi, gəldi. Burada sizə bir şey göstərəcəm. Bu Nəzərin, bax, genetika şəklidir. Görürsünüzmü? Nəzər dünyaya gəldi. 3 gün reanimasiyada qaldım. Ondan sonra ötürdülər mənə palataya. Həkim gəlib başımın üzərində durdu, dedi. Sən bilirsənmi, sən bu oğlun necə gəlib dünyaya? Böyle mən əvvəlcə o təəccüb gəldi. Niyə görə o sözü mənə dedi? Ona görə dedi ki, elə bil kidir, qranit üstündə qızıl gül bitib. Təsəvvür edirsən, o nə deməkdir? Yəni ki, Allah elə yerdə verib ki ona. Onun sözünü heç bir vaxt yadımdan çıxarda bilmirdim. Bilirsiniz nə deyəcəm? Onu deyəcəm ki, Nəzər dünyaya necə gəlmişdisə, elə də getdi. Kəlbəcərin daşlı qayalı yerlərində Nəzər şəhid oldu. Deməli, müharibə qutardı, aradan biraz keçmiş, mən qəribə yuxu gördüm. Mən onu gördüm ki, bizim küçəmizin o başından, bizim darvazamıza qədər, bizim həyətimizə qara paltarı arvadlar, qara örpəkli arvadlar, kişilər, maşınlar, bax, tüstü kimidir. Mən də nə deyirəm? Mən də cəmaata göstəriş verirəm. Deyirəm, halvanı orada bişirin, yuxanı orada bişirin, Quranın adı haqqı. Durub bu yuxunu danışanda mənə dedi, az qorxma, şirinlik də hər şey. Nə olub Allah'a şükür, müharibə qutarıb. Ani momentdə, Allah haqqı, deyirəm, o Allah adama dedi, zirrəyə yəqin. Ani momentdə, oradaydı həyətdə də, orada stolun başında görməsə, həyətdə stol var. Orada sumka düzəldirəm. Bizdən biri belə dedim, bətdən dedim o sözü. O sözü bətdən dedim, beynimdə demədim, aşkara dedim. Deyim ki, Nəzər düz deyirdi. Ora, bax, o darvazanın başında deyim, 2 dənə bayraq olsa nə yaxşı olardı. Nə alırsam səhəri günü, məndən saatlı gəldi, 2 dənə bayraq oldu. Bu şəhid oldu, bayrağı gətirdi. Mən o saniyə verdim, bir şəhid oldu.
Nəzərin böyük tasıyam. Lazım Nəzər haqqında nə var idi, hamısını təəssüratı ilə düz danışdı. Nəzər sevimli olan idi. Ona görə ki, özünü sevdirməyə bacarırdı, həm də mərd olurdu. O canavar ləqəbin burada yox, müharibə vaxtı yox. Öz həyatında, orta məqsəddə oxuyankən qazanmışdı. Allah onun ruhunu şad eləsin, atasına, anasına, balalarına can sağlığı versin. Onlar nə qədər yaxşısınız, qoyursuzlar, Nəzərin də ruhu o qədər şad olur. Nəzər mənim xalasımın oğludur, amma elə bilirdik ki, Nəzər öz balamızdır. Uşaq vaxtı o qədər gəlirdi, gelirdi. Heç ondan heç kəs incimirdi. Deyirdik öz balamızdır. Belə qoçaq uşaq idi, sözünə bir uşaq idi. Elə də böyüdü. Getdi əskəriyə, əskərlikdən qorxmağa, işləməyə. Deyim, çox qoçaq idi, elə qoçaqlıqla da getdi. Orada şəhid oldu. Allah məkanların cənnət eləsin. Hamımıza səbir versin, hamısına dözüm səbir versin. Balalarını saxlasın. Yoldaşına uzun ömür versin, atasına, anasına səbir, dözüm versin. Amin inşallah. Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Atasına, anasına, yoldaşına, evladlarına Allah hayırlı ömür versin. Məkanlar cənnət olsun.